Öyle her vaxtınız xeyir olsun. Bu videomda Free Fire'da 2045 kasa necə quraşdırılır, yəni hilə necə quraşdırılır onu başa salacağım. Video keçmədən əvvəlcə kanalıma abunə olub videomu bəyənin və bildirim zilini açıq qoyun ki, gələcək videolarda xəbərdar olasınız. İlk öncəsi deməli quraşdırmalı olan proqramların linkini qoyacağım yorumlara. Oradan quraşdıra bilərsiniz. İlk öncə giririk Zartevra. Doşland kısmına gəldik. Burada Asto VPN beta onu yükləyirik. Mən yükləməyəcəm çünki məndə quraşdırıldı. Global Free Fire, yəni əsl Free Fire silməlisiniz. Əsl Free Fire silməlisiniz. Orada qoyduğum linkdəki Free Fire-ı yükləməlisiniz. Deməli Free Fire silməlisiniz olmayacaq. Yəni siləsiz hiləli olan Global Free Fire yükləməlisiniz. Bunlar yüklədikdən sonra da Plamaçda giririk. Deməli Şizko bu proqramı yükləyirik. Bizə lazım olacaq. Mən yükləmişəm indi. Sonra giririk yüklədiyimiz Global Free Fire-ya. Bir də misafir hesab açırıq. Açılsın qoyun, sizə başa salacağım necə quraşdırılır. Çok asan bir şeydi, yani çok da çətin bir şey değil. Bizden uğraştırırsın. Misafir hesap. Boşun demək eləyirik. Açıq, icazə ver. Məndə açıldı misafir hesap, ona görə. Niye banyo bu hesabımdan? O da bizim banyo boyu. Onda bak hesabım öz hesabımızı eləməyin. Yəni dediyim kimi. Gözləmə bir dənə Gmail ilə keçim. Burada gözləmə. Öz hesabınıza qət eləməyin ha. Birdən banyo gələr, ona görə problem olar. Yəni bot yatın hesab açırsınız, yəni başınızı baxırsınız, yəni paltarlara ya da silahlara, ifadələrə. Yəni video düzəldib, yəni fotoya da ata bilərsiniz. Açılsın. Bizə burada nə lazımdır? Profilə giririk. Burada id var, onu kopyalayırıq. Sonra çıxırıq. Ortadan belə çıxırıq. Sonra göstərirəm. Gəlirik Şizko'a. Eşləşdiriliyor vururuq. Bildim seçenəkləri. Aktiv eləyirik bunu. Sonra geri gəlirik. Sonra ayarlara gedəcək. Telefon ayarlarına. Bunu buradan bir eləyirik. Gəl ayarlara. Burada telefonunlar haqqında gələcəksiniz. Burada telefon haqqında gələcəksiniz. Burada yazım bilgiləri var. Deməli yapım numarası. 7 dəfə vurarsınız, sizə başqa cür yaza bilər də, yəni ki, yaradıcı seçenəklərdir bunlar. Açmaq üçün burada telefon kodu yazacaq, məndə görünə bilməz videoda. Aktivləşdirdi. Bu hissəni siz açmalısınız, yəni siz ayarlarını dediyim yerdən orada elə 7 dəfə o deməli yapım numarası sizə başqa cür yaza bilər. Yəni ki, onun üstünə 7 dəfə vurursunuz, aktivləşir bu gelişdirici seçenəklər. Bura vururuq. Deməli gəlir burada usupu hata ayıqlama. Bunu açırıq. Məndə Samsungdur, yəni başqa telefonda bilməm necədir. Hata ayıqlama. Sonra kablosu hata ayıqlama. Bura üstünə vururuq. Açırıq, orada üstünə vururuq. Eşləşmə kodu ilə cihazı eşlə. Bunu vururuq. Yukarıda bir şey gələcək. Bax bura vururuq. Kodu oraya yazırıq. 920 490 göndər. Başarılı. Gördüğünüz gibi başarılı yazıldı. Geldi sonra Şizko'a.
Şu yukarı gəldik, geri gəldik. Burada başlatı var. Başlatı vuraraq gözləyirik. 3 saniyədən sonra aktivləşir. Gördüyünüz kimi aktivləşdi. Bunun işimiz qurtardı. Sonra gəldik bir Asus Beta'ya. Bura gəldik. Hər zaman icazə ver. İzin ver daha doğrusu. Sonra gəldik burada Unlogic server. Goto City. Burada reklam gələcək biraz. Unlogic Hot Discord üstüne vuracaqsınız. Geri qaydırıb vururuq üstüne yine. Sonra ID var. O bot ID'nin, bot hesabının ID'sini yani buraya yazmalısınız. Gözləyin bir dəqiqə zəhmət olmasa. Bu reklamlar da bezdirir adamı. Close vurur, close. 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 Sonra Unlogic with hot. Üstüne vururuq, geri qaydırıb dənə. Yəni üstüne vururuq. Next. Geri qaydırıq. Next vururuq yenə. Yenə geri qaydırıq. Next vururuq. Və getdi. Bir də next vururuq. Bir də next bir də vururuq. Bir də üstüne buna vururuq. Geri qaydırıq. Gördüyünüz kimi artdı. Bir də belə vururuq. Şey doldu o. 100% oldu. İndi gözleyin bunu kopyalayırsınız burada. Bunu kopyalayırsınız. Kopyalayırsınız bunu. Kopyalandı. Geri qaydırsınız. Geri qaydırsınız. Asus Beta. Asus Beta aktivləyirsiniz. Gözlüyüz aktivləşsin. Gördüyünüz kimi aktivləşdi. Sonra girir Firfariya. Ama dediğim kimi əsl Firfarını silməlisiniz. Silməsəz olmayacaq. Yəni əsl Firfarı silib yükləməlisiniz. Yəni oyun oynamağı burada şey eləməyəcək. Yəni şey yoxdur, maraq yoxdur bu oynamağa. Yəni ki hilə də ancaq paltarlar geyinib düz 2045 kasa var. Firfarə indiyəcə nə gəlibsə 2017-dən bəri hamısı var da yəni ki. Oyuna yeni gələn şeylər də gəlir də yəni ki. Orada baxıb videoya yazıda bilərsiniz paltar geyinib yəni ifadələrinə. O işdən yaxşıdır. Gördüyünüz ki açıldı. Hiləmiz işlədi. 89 səviyyə daha doğrusu. 89 səviyyəyə gözləyin. Açılsın tam. Biraz endirməsi gecə ola bilər. Ay maşallah. Ya bak elmasa bak. 50.000 elmas. Endirisiz göstereceğim. Gördüğünüz gibi bu ayarlar da bezili. Dostlar oyunların hamısı açılsın size göstereceğim. Biraz gec açılır bu biraz. En başlarda gec açılır sonra düzelir. Dondu. Gözün açılsın ürəklər. Kalsana göstereceğim size. Gözün açılsın dondu. Endirildiğine göre yani ona göre belə olur. Endirilir ona göre donur.
Gözlerin açılsın, açılacaq. Bir dəqiqə gözlərin ürəklər açılacaq. Təzə girmişəm, ona görə belə olur. Ən başladı belə olur, sonra düzəlir. Düzəldi. Gördüğünüz kimi kanunlara bakın. Tez gələn kanunlardır. ...2046 kasa. Görün neler yoktu, neler yoktu. Her şey vardı demək olar ki. Bütün paltarlar, yatlar. Hamısı vardı yani ki. Bu kadardı ürəklər. Necə quraşdırılır proqramlarda linkini qoyacağım yorumlara. Oradan yükləyib quraşdıra bilərsiniz. Sağ olun, öpürəm ürəklər. Var olasınız.